Bugün dünyaya baxışda Oskar mükafatı qalibləri müəyyən edilir. Suriya hökuməti müxalifətlə danışıqlara hazır olduğunu deyir. ABŞ-ın yeni dövlət katibi xaricə ilk səfərini edib. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Amerikalıların İranda girov götürülməsi haqqında çəkilən Argo əməliyyatı filmi Los Angelesdə keçirilən Oskar mükafatlarının təqdimatı mərasimində ən yüksək mükafatın qalibi olub. ABŞ-ın birinci xanımı Michelle Obama Ağ Evdən video bağlantı vasitəsilə qalib filmin adını elan edib. And the Oscar goes to Argo. Argo əməliyyatı qalib olacağı ehtimal edilən Lincoln filmi də daxil olmaqla digər 9 namizəd film arasında qalib oldu. ABŞ-ın 16-cı prezidenti Abraham Lincoln'un Amerikada quldarlığa son qoyma səylərini təsvir edən filmdə Prezident Lincoln rolunu ifa etmiş Daniel Day-Lewis ən yaxşı aktyor kateqoriyasında Oskar mükafatına layiq görülüb. Ən yaxşı aktrisa kateqoriyasında Oskar mükafatı Silver Linings Playbook filmində yaratdığı rola görə gənc aktrisa Jennifer Lawrence-ə verilib. Ən yaxşı kinorejissor kateqoriyasında Pi'nin Həyatı filminin quruluşçu rejissoru Ang Lee'nin Oskar mükafatı alması isə çoxları üçün gözlənilməz oldu. Tayvanlı rejissorun rəqibləri arasında Lincoln filminin quruluşçu rejissoru Steven Spielberg də vardı. I really need to share this with all 3,000. Everybody worked with me in Life of Pi. I want to thank you. Anne Hathaway Les Miserables musikalında roluna görə ən yaxşı qadın tərəf müqabili kateqoriyasında Oskar mükafatına layiq görüldü. Aktyor Christopher Wilde isə rejissor Quentin Tarantino'nun Zəncirlərin qırılmış Django filmində ifa etdiyi rola görə ən yaxşı kişi tərəf müqabili kateqoriyasında ikinci dəfə Oskar mükafatının qalibi oldu. O, tərəf müqabili qismində özünün ilk mükafatını Tarantino'nun 2009-cu ildə çəkdiyi Inglourious Basterds filmində yaratdığı natsist roluna görə almışdı. Ən yaxşı sənədli film kateqoriyasında isə Oskar mükafatının qalibi unudulmaz musiqiçinin aşkar edilməsi haqqında çəkilmiş Searching for Sugar Man adlı film oldu. Fransız dilində çəkilmiş Amor adlı Avstraliya filmi isə ən yaxşı xarici film kateqoriyasında mükafat aldı. Oskar mükafatının qalibləri Amerika Kino Akademiyasının üzvü olan film sənayesində çalışan 5800 ekspert tərəfindən müəyyən edilir. ABŞ dövlət katibi John Kerry İran və Suriyaya kəskin xəbərdarlıq edərək deyib ki, bu ölkələrin hökumətləri dəyişikliyi qəbul etməlidir. Əks təqdirdə bunun nəticələri ilə qarşılaşacaq. John Kerry bu açıqlamanı ABŞ dövlət katibi kimi xaricə ilk səfəri zamanı verib. O, Londonda Britaniyanın baş naziri David Cameron və Xarici İşlər naziri William Hague ilə görüşüb. Səfər çərçivəsində dövlət katibi Kerry'nin Almaniya, Fransa, İtaliya, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qatar kimi Avropa və Yaxın Şərqin bir sıra ölkələrinin liderləri ilə görüşləri nəzərdə tutulub. Dövlət Departamentinin nümayəndələrinin bildirdiyinə görə, John Kerry'nin səfər zamanı Britaniya və digər ölkələrdə rəsmilərlə görüşlər zamanı Suriyada vəziyyət müzakirələrin diqqət mərkəzində olacaq. Onun Suriyanın müxalifət koalisiyası ilə də görüşü planlaşdırılır. Berlində olduğu zaman cənab Kerry Rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb. Vaşinqton və Moskva arasında Suriya böhranı ilə bağlı fikir ayrılıqları davam edir. İki ölkə arasında münasibətlər ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi yerləşdirməsi planlarına görə soyuyub. Dövlət Departamenti bildirib ki, John Kerry Parisdə olduğu zaman Vaşinqtonun Fransa və başqa ölkələrlə Malidə vəziyyətin sabitləşməsi sahəsində əməkdaşlıq səylərini müzakirə edəcək. Suriya hökuməti Prezident Bəşər Əl-Əsədə qarşı çıxan silahlı müxalifət qüvvələri ilə danışıqlara hazır olduğunu bildirib. Suriya Xarici İşlər Naziri keçən həftə Suriyadakı böhran və hökumətlə üsyançılar arasındakı münaqişə hərbi yolla deyil, danışıqlar yolu ilə aparılmalıdır deyən Rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Bu arada isə Suriyanın müxalifət fəalları bazar günü hökumətin hərbi təyyarələrinin Dəməşq və Hələb şəhərində üsyançıların istehkamlandığı ərazilərə hücumlar həyata keçirdiyini bildirib. İtalyanlar son illər ölkə üçün ən mühüm seçkilərdən birində ikinci və sonuncu gün səs verir.
Seçkilərə uzun vaxtdır davam edən iqtisadi böhrandan və etibarsız siyasi elitanın vədlərindən narazıdır. Onlar köklü dəyişikliklər etməyə söz verən başqa partiyalara ümid edirlər. Avropa İttifaqının digər üzv ölkələri bloqun iqtisadi cəhddən üçüncü ən inkişaf etmiş ölkəsi olan İtaliyanın gələcəyini müəyyən edə biləcək seçkiləri yaxından izləyirlər. Səsvermə bugün günortadan sonra başa çatacaq və bunun ardınca ilk exit polun nəticələri bilinəcək. Rəy sorğularına görə Solçu Demokrat Partiyası və partiyanın lideri Pier Luigi Bersani irəlidədir. Lakin o, koalisiya yaratmadan iqtisadi islahatları həyata keçirmək üçün qanunvericilik orqanında əksəriyyət əldə etməyə bilər. Güclü populist namizəd gülüş ustası olub, sonradan siyasətlə məşğul olmağa başlayan Beppe Grillo və onun 5 ulduz hərəkatının getdikcə daha çox populyarlıq qazanması parlament seçkilərinin aşkar qalib olmadan keçməsi ilə nəticələnə bilər. Bu isə öz növbəsində iqtidar koalisiya yaratmaq üçün siyasi çəkişmələrə gətirib çıxara bilər. Günün mühüm xəbərləri və reportajlarını, habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizinlə xudahafizləşirəm. Salamat qalın.